Qaradağ rayonu Sahil qəsəbəsi Vaqif Ələkbərov küçəsindəyik. Bir neçə gün öncə intensiv yağışlar nəticəsində ərazidə uçqun baş verib. Elə bu mənzərə də o vaxtdan geriyə qalandı. Yol yarıya qədər kəsilib. Məsul qurumlar isə yolun təmizlənməsi ilə bağlı heç bir iş görməyib. Yol təmiz kəsilib, düzəltsinlər. Yolu düzəltsinlər, təmizləsinlər, rahatda gələk gedək də. İkinci maşın gələndə məcbursan da, gözləməlisən də. İkinci maşın gələndə gözləməlisən. Onun dalında uşaq var, məsələn, görmürsən, gedirsən, qaça bilər qabağa. Və yaxud da bu izdədirsə o izdən gəlirsən, qaça bilər qabağa. Maniyyədir də, bir maniyyədir ki, yola düşür. Fakt budur, gəlsinlər, düzəltsinlər. Köməkdir, cəmaət şükür Allah, hamısı da gəlib kömək eləyir. Qaz idarəsinə gəldilər, su idarəsinə gəldilər. Qazları təzədən çəkdilər o tərəfə, təzə linalara. Su da həmən linalardan buradan kəsdilər, təzə lina çəkdilər, cəmaatı qaza sürdülər, su verdilər. Ancaq o uçan zabor təmizlənməlidir, mütləq təmizlənməlidir. Birdən tədbir görməlidir ki, balaca uşaq var, qoca var, davam var, oradan yıxılar, xəsarət ala bilər. Məsələ ilə bağlı sahil qəsəbə nümayəndəliyinin mövqeyini öyrənməyi istəsək də bizə cavab verilmədi. Qaradağ rayon icra hakimiyyətindən isə şifahi olaraq deyildi ki, problem nəzarətə götürüləcək. Rövşən Tahir, Tural Məmmədov.